ora gedəcəyik. Belə yazırıq. Görürsünüz uşaqlar, birincidən başqa sualın neçə dənə təkrarlansa, əvvəlində vergül qoyulacaq. Bu təkrarlanan bağlayıcılarda vergülün işlənməsinə diqqət eləməliyik. Dadə bağlayıcılarında isə sonuncudan başqa, bax, həm də bağlayıcısında birincidən başqa, sonra neçə dənəsi gəlsə əvvəlində vergül qoyulacaq. Dadə bağlayıcılarında isə sonuncudan başqa, əvvəlkilərin hamısının sonunda vergül qoyulacaq. Bax, məsələn, deyir ki, şair də, alim də, dağda, çoban da öz ana dilində danışır. Öz ana dilində danışır. Şöyle fikir verin. Əslində bu Səməd Vurğunun şeiridir, sadəcə mən bunu nəsrə çevirdim. Demək, şair də, alim də, dağda çoban da. Görsən, 3 dənə dadə bağlayıcısı işlətmişəm. Birinci ilə ikincidən sonra vergül var, sonuncuda vergül yoxdur. Bu da bunun vergülünün işlənmə qaydasıdır. Aydın oldu. İndi qızım orada